Kamil dayı, gel bir yerde bu məclisə gələnləri salamlayaq. Gəlinimizlə bəyimizin sevincini bu məclisdə bölənləri salamlayaq. Bax, ağ saqqalı, ağ birçəyi, hər gözəli, hər göyçəyi, gül çəməndə gül çiçəyi, çiçəkləri salamlayaq. O tayları, bu tayları, toy dolusu sarayları, vaxtı keçən subayları, görənləri salamlayaq. Bu toyumuzda, bu məclisimizdə gəlinimizlə bəyimizin sevincini bölənləri salamlayaq. Buyurun, Asakal. Salam, axşamınız xeyir olsun, əziz qonaqlar. Əziz qohumlar, əziz qonşular, hörmətli və əziz Bakı şəhərindən gəlmiş qonaqlar. Məmmədovlar ailəsinə, nəvəm Aytacın toy mərasiminə xoş gəlmişsiniz. Arzum odur ki, hər bir valideyn böyüdüb boya başa çatdırdığı övladlarının toy şənliyini görməyə qismət eləsin. Mən də bugün çox şadam. Ona görə ki, mən də birinci nəvə toyu görürəm. Mənim timsalımda bütün baba nənələrə nəvə nəticə toyu görməyə arzu edirəm. Hörmətli məclis əhli, bugünkü gün tarixi və əlamətdar bir gündür. Ona görə ki, iki gənc subaylığın daşını atıb yeni bir həyata addım atacaqlar. Gəlin bu yolda biz onlara uzun ömür, can sağlığı, ailə saadəti, xoşbəxtlik arzulayan, bir daha xoşbəxt olsunlar. Arzu edəyin ki, onların qurduqları bu yeni ailə ən nümunəvi ailələrdən biri olsun. Bugünkü toy mərasimini idarə etmək üçün rayonumuzun ən nümunəvi məsləhətlərindən olan Azər müəllimə həvalə edirəm. Mən əminəm ki, Azər müəllim bu ağır, məsuliyyətli işin öhdəsindən layiqincə gələcək, toy şənliyini yüksək səviyyədə keçirəcək və bizim etimadımızı doğruldacaqdır. Və beləliklə toy şənliyini açıq elan edirəm. Yeyin, için, şənlənin, sizə nüş olsun. Bir daha xoş gəlmişsiniz. Allah bəxt versin, xoşbəxt olsunlar, qoşa qarısınlar. Çox sağ olun. Buyurun Azər müəllim. Çox sağ olun Kamil dayı, təşəkkür edirəm. Gözün aydın olsun, Allah mübarək eləsin. Nə gözəl. Akşamınız xeyir olsun. Odlar yurdu Azərbaycanın, müstəqil Azərbaycanın, qalib Azərbaycanın gözəl vətəndaşları, gözəl insanları. Bugün, bu tarixdə, bu gözəl gündə, bu mütəşəm gündə, ürəklərimizin, qəlblərimizin fərəhlə, məhəbbətlə, coşquyla döndüyü bu payız axşamında, özü də ki, sərin payız axşamında hər birinizi bax beləcə ürək dolusu salamlamaqla bərabər hər vaxtınız xeyirli olsun deyirəm dəyərli dostlar, xanımlar, cənablar, ağsaqqallar, ağbirçəklər, əmilər, bibilər, dayılar, xalalar, hər birinizi xoş gördük. Atalar, analar, gözünüz aydın olsun. Bugün bu məkanda, Ruslan Şadlıq Sarayında, böyük hörmətlə Məmmədovlar ailəsində Aytaç xanımın, Məhəmmədəli bəyin məhəbbəti uğrunda qurulan bu toy axşamına ev sahibləri olan evin ağsaqqalı, böyük hörmətlə bizim ağsaqqalımız, bizim gözəl dostumuz Kamil dayının, Kamil babanın və böyük hörmətlə Fikrət bəyin dəyərli dəvətini dəyərləndirib, bu toy məclisinə dəvət aldığınız üçün və bu toy şənliyinin sevincli anlarını bu ailə ilə birlikdə bölüşməyə gəldiyiniz üçün sizlərin hər birinizə ev sahibləri adından fərdi təşəkkür bildirirəm. Gözünüz aydın olsun, qədəmləriniz bari olsun və arzu edirik ki, hər birimizin evində, hər birimizin həyətində bax beləcə gözəl günlər olsun arzuyla. Mən ilk öncə Məmmədovlar ailəsində ağsaqqalımız başda olmaqla və qızımızın valideynləri başda olmaqla hər birimiz adından o gözəl insanlara göz aydınlığı verirəm. Gözünüz aydın olsun.
Qızınız getdiyi evdə, getdiyi ailədə xoşbəxt qarib, xoşbəxt yarayanlardan olsun arzusuyla bu toyu səbirsizliklə gözləyən gözəl, dəyərli insanlar arzu edir ki, hər birimizin evində bax beləcə gözəl günlər olsun, toylar olsun. Oğul evləndirək, gəlin gətirək, qız götürək yaşıyla dostlar. Sizləri yormadan, vaxt itirmədən mən istədim ki, bu toyumuzun öz möhtəşəmliyi ilə davam etməsi üçün bu günümüzün səbəbkarını və bu gecəmizin ən parlaq ulduzu olan Aytaç xanımı, musiqilərimizin şah əsəri olan Azərbaycanımızda, toylarımızda həzin bir səslə səslənən, vazalı səsası altında bizim səbəbkarımızı öz möhtəşəm toyuna dəvət edək. Buyursun bizim ansambl, vazalı gəlir, səbəbkarın şərəfinə gəlir. Hayır qızı Aytaç xanım, biz toyuna gəlmişik. Məclisimiz məclislərə calansın. Oyatmaq üçün neçə eli obanı, qoy məşəllər, qoşa-qoşa qalansın. Bəri başla, ay usta, ay əfqa, ay şamı, bir vazalı çalınsın. Nə gözəl, subaylar üçün olsa deyirik dostlar. Ay maşallah. Artıq hər birimizin görmək istədiyi olan günümüzün səbəbkarı Aytaç xanım Rüslan Çadır Sarayına təşrif buyurur. Gəlin dostlar, birlikdə alqışlayaq. Bir alqışlar gəlsin Aytaç xanımın şərəfinə. Qədəmlərinizi var olsun. Gözümüz aydın olsun dostlar. Subaylar üçün olsun. Ay maşallah. Hə, gözəl bir rəqs gəlir ansambldan.
olun Atəş xanım, təşəkkür edirəm sizlərə dəyərli dostlar. Beylər, xanımlar, subaylar üçün olsun deyirik. Gözünüz aydın olsun, Allah mübarək eləsin gözəl toyumuzu. Hər birimizin evində vaxt edəcək gözəl toylar olsun. El şənliklər olsun. Zər nişan olsun arzuyla. Mən böyük hörmətlə bugün Aytaç xanımı salamlayaraq, Aytaç xanıma bu gözəl məkana xoş gəldin deyərək sizləri təbrik edirəm. Aytaç xanım, xoş gəlmişsən. Qədəmləriniz bari olsun, gözünüz aydın olsun dəyərli dostlar. Aytaç xanımın yaxınları, əzizləri hər birinizə göz aydınlığı veririk. Aytaç xanım, mən sizləri ilk öncə Aytaç xanım öz adımdan təbrik edirəm. Toyun aparıcısı olaraq adımızdan təbrik edirəm. Ansamblımız adından təbrik edirəm sizləri. Bizim dəyərli müğənnilərimiz adından təbrik edirəm. Elimiz, obamız adından, ağsaqqallar, ağbirçəklər adından, atalar, analar, əmilər, bibilər, dayılar, xalalar adından təbrik edirəm. Körtala kəndi adından təbrik edirəm. Balakənimiz adından təbrik edirəm. Bütövlükdə müstəqil Azərbaycanımız adından sizləri təbrik edirəm. Qoy bugün də bizim müstəqil Azərbaycanımızın gözü aydın olsun ki, onun ağışında, onun torpağında sizin kimi gözəl, gənc bir ailənin təməli qurulur. Bugün münasibəti ilə mən sizləri təbrik edərək, sizin yaxınlarınıza, doğmalarınıza göz aydınlığı veririk. Bugündən etibarən Aytaç xanım, siz gözəl bir Azərbaycanlı igidinin, Azərbaycanlı ərəninin ocağını qalamağa, çırağını yandırmağa gedəsiniz. Ocaqlarınız, çıraqlarınız daima gür yansın, qazanlarınız dolu olsun. Getdiyin evə ruzi, bərəkət aparan xanımlardan olasan. Yan yoldaşın başının tacı, sən də onun dərdinin əlacı olasan. Sevəsiz, seviləsiz, 7 oğul, bir qızla bir süfrəyə inşallah bugünkü zəmanəmizdə əl uzadasınız. O qədər sevəsiz, o qədər seviləsiz ki, sizlərə ayda, gündə həsəd aparsın. Təbrik edirəm sizləri, xoşbəxt olun. Yarayanlardan, qarayanlardan olasınız. Buyurun, əyləşin. Bugün sizə demək, gülmək, sevinmək gələr sözlərim. Sizləri təbrik edirəm. Xoşbəxt olun əzizlərim. Və bu gözəllikdən sonra çox dəyərli toy iştirakçıları, hər birinizə çox mənalı salamlayıram sizləri gözəl dostlar. Xoş görüşlük deyirik. Elşad bəy başı olmalı, Dinəli bəy başı olmalı. Sizin masanı salamlayıram. Bakıdan gələn dostlar, xoş gəlibli deyirik. Və bugün sizlərə xoş bir istirahət arzu edərək, mən istədim ki, bugün Məmmədovlar ailəsində gözəl bir ansamblı sizlərə təqdim edim ilk öncə. Təbii ki, təqdimatda ehtiyacı olmayan, kəndimizin, elimizin, obamızın dəyərli ansambllarından biri olan ev sahibləri seçim ediblər. Ağsaqqal başda olmaqla, Kamil dayı başda olmaqla, Fikrət bəy başda olmaqla öz seçimində yanılmayan gözəl bir ansamblı, Vüsat ansamblını sizlərə təqdim edirəm. Ansamblın təbii ki, hər bir üzrünü salamlamaqla bərabər, ansamblın yaranmasında, yaşanmasında, təşkilatı işlərində təbii ki, hər birinin böyük əməyi var. Hər birinin bir ortaq məxrəci var. Mən ilk öncə ansamblın bədii rəhbəri olaraq zərb alətlərinin mahir ifası olan bizim gözəl dostumuz, qardaşımız Kamran bəy başda olmaqla salamlayıram. Eyni zamanda ansamblda bugün müğənni kimi fəaliyyət göstərən bizim gözəl dostumuz, qardaşımız özünün həm zili ilə, həm bəmi ilə, o gözəl səsi ilə artıq qəlbimizə yol tapmağı bacaran bir gözəl qardaşımızı Atəş bəy məsimizə salamlayıram. Xoş görüşlük deyirik. Qarmonda bizim gəncimiz var, Səyidi salamlayıram. Qarmon ifası olan, gənc olmaqla bağırmayaraq gözəl bir istedadı var. Xoş görüşlük deyirik. Sinsator ifası bizim gözəl dostumuz, qardaşımız Əfqan bəy məsimizə salamlayıram. Zərb alətlərində Kamran qardaşımızın övladı Polad bəy, nağara ustadı kimi salamlayıram. Xoş görüşlük deyirik. Və növbəti sinsatorda 2-ci Qarabağ müharibəsinin iştirakçısı bizim gözəl dostumuz, gənc subay, toylar, en qədər toyları birlikdə bölüşdüyümüz Şamını salamlayıram. Bu il toy sənin olacaq inşallah. Toylar olsun inşallah. Subaylar üçün olsun deyirik. Və bizim gözəl bir xanımımız var ki, artıq efirlərdə də biz onu müşahidə edirik, görürük. Və çox-çox toylarda birlikdə sevincini bölüşdüyümüz bizim gözəl xanımız həm Azərbaycan mahnılarını, bəstəkar mahnılarını, klassik mahnılarını, toy mahnılarını,
avar mahnılarının gözəl ifadəsi. Bizim Saadət xanım müəllimimizə salamlayıram. Saadət xanım, xoş gəlmişsiniz. Qədəmləriniz mübarək olsun. Səsimiz toylardan gəlsin, arzulayla. Çoxdandır görüşmürdük, çoxdandır bir yerdə toyları bölüşmürdük daha doğrusu. İnşallah bölüşməyimiz toylarda olsun, sevincimiz toylar üçün olsun. Sizə gözəl bir toy arzu edirəm. Həmişə toylardan səsimiz gəlsin, arzulayla. Bu gözəl toyumuzu artıq yaddaşlara köçürən studiya iş başındadır. Mən böyük hörmətlə rejissorumuz İsmail bəy başda olmaqla səyyar kamerada Salih bəyə salamlayıram, Valih qardaşımızı salamlayıram. Bizim operatorumuz Salih bəyi xoş görüşlük deyirik, fotostudiyanı salamlayıram. Valih bəyin toyun aparıcısı olmuşam. Sizə gözəl görüntülər, uğurlu kadrlar arz edirəm. Və Ağşində əlləşdiyimiz gözəl məkanlardan olan, həqiqətən gözəl məkanlardan olan, mən Ruslan Sadıq Sarayının rəhbəri Elman müəllim başda olmaqla, administratorlar sizlər başda olmaqla, Nazim bəy başda olmaqla, xidmət kollektivindən hər birinizə salamlayıram. Mətbəxdə fəaliyyət göstərən bəylər, xanımlar var. Ramiz qardaşımız başda olmaqla sizlərin əllərinizə sağlıq deyərək, sizlərə də gözəl bir toy axşamı, toy ıslatı arzu edərək, nəğmələrə, təbriklərə keçməmişdən əvvəl dostlar, mən əvvəllər olduğu kimi artıq 3 ildir, 4 ildir bu ənənəni yerinə yetiririk. Təbii ki, borcumuzdur. Bir, sizlərə yaddaş vermək istəyirəm ki, ötən illərimizdə müstəqil Azərbaycanımızın, odlar yurdu Azərbaycanımızın işğal olunan torpaqlarının işğaldan azad olunması uğrunda vətənimizdə vətən müharibəsi başlandı. Və vətən müharibəsində torpaqlarımızı geri qaytarıb, özü geri qayıtmayan Azərbaycanın igid vətənpərvər oğlanları 44 gün ərzində Azərbaycanımızı dünyaya tanıdan, Azərbaycan tarixini yenidən yazan övladlarımız, oğlanlarımız vətən uğrunda, torpaq uğrunda, ana uğrunda şəhid oldular. Allah şəhidlərimizə rəhmət eləsin. Şəhidlərimizin əziz xatirəsi qarşısında hər birimiz baş əyirik. Şəhid ailələrinin, şəhid atalarının, şəhid analarının qarşısında baş əyirik. Döyüşdə iştirak edən Azərbaycanın müsəlləh əskər və zabitlərini salamlayıram. Qazilərimizə can sağlığı arzu edərək borcumuzdur ki, bir dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsini yad eləyək. Allah rəhmət eləsin şəhidlərimizə, cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Eşq olsun Azərbaycanımıza, eşq olsun dövlətimizə, eşq olsun bizim Azərbaycan silahlı qüvvələrinə, əskər və zabitlərini salamlayıram. Qazilərimizə can sağlığı arzu edərək, istədik ki, ilk təbrikimiz, nəğmə təbrikimiz, mahnı təbrikimiz bu gözəl ansambldan və gözəl bizim müğənnimiz Saadət xanımla səbəbkarların şərəfinə gəlsin. Buyurun dostlar. Atəş bəy, gözəl təbriklərlə, gözəl nəğmələrlə, səbəbkarları. Çox sağ olun, Azər müəllim. Öncə mən sizləri salamlayıram. Həmişə belə gözəl günlərdə, toylarda olasınız. Allah sizə can sağlığı versin. O gözəl anamızın əllərindən öpürəm, mənim gözəl müəlliməm. Dəyərli anamız. Füsat ansamblı salamlayıram. Atəş bəy, müğənni kimi yox, Azər müəllim. Atəş bəy müğənnidir. Bunu mən deyirəm. Allah onun canını sağ eləsin. Axşamınız xeyir olsun deyirəm. Uzaqdan gələn, yaxından gələn hər bir qonağa. Valideynlərin gözləri aydın olsun. Bizim gözəl gül balalarımız xoşbəxt olsun. Buyur Atəş, sən də bir təbrik elə görüm. Mən də Azər müəllim bizin bu gözəl təqdimata görə sizə dönə-dönə təşəkkürümü bildirirəm. Və səbəbkarlarımıza uzun ömür, can sağlığı arzulayıram. Xoşbəxt olsunlar. Fikrət qardaşımıza, onun ömür gün yoldaşı, Məlahət bacımıza göz aydınlığı verirəm. Həmişə balalarının belə gözəl günlərini görsünlər. Bütün kəndimiz öz balaları ilə ailələrində belə gözəl günləri yaşasınlar. Bir daha mübarək olsun, gəlsin gözəl mahnımız səbəbkarların şərəfinə.
Hə. Maşallah. Yaşadım sevginle, keçdim illəri. Səninlə sevdalı həyat gözəldir. Yaşadım sevginle, keçtim illeri. Seninle sevdalı hayat güzeldir. Bütün bu dünyamın gözəllikləri sənin eşqin ilə dünyaya gəldi. Bütün bu dünyanın güzellikleri senin eşkin ile dünyaya geldi. Gülür bağça bağlar, gülür çöl çəmən. Elə bil dağlarda o dağlar deyil. Mən səni sevəndən, səni sevəndən dönüb nəğməm olub dəniz elə bil. Gülür bahçe bağlar, gülür çöl çəmən. Elə bir dağlarda o dağlar değil. Ben seni sevenden, seni sevenden dönüp nəğmem olup deniz eyledim. Eşq olsun bu gözəl ansambla. Bir eşkin bağında aradım səni. Sən oldun ömrümün könül həmdəmi. Bir eşkin bağında aradım seni. Sen oldun ömrümün könül həmdəmi. Apardın ömrümdən qüssəni qəmi. Mənim üçün yaradıb yaradan səni. Apardın ömrümden qüssəni qəmi. Mənim üçün yaradıb yaradan səni. Gülür bağça bağlar, gülür çöl çəmən. Elə bil dağlarda o dağlar deyil. Mən səni sevəndən, səni sevəndən dönüb nəğməm olub dəniz elə bil. Gülür bahçe bağlar, gülür çöl çəmən. Elə bir dağlarda o dağlar değil. Mən səni sevəndən, səni sevəndən dönüb nəğməm olub dəniz eylədim. Səni sevəndən, səni sevəndən mən səni sevəndən, səni sevəndən dönüb nəğməm olub dəniz elə bil. Səni sevəndən, səni sevəndən mən səni sevəndən, səni sevəndən dönüb nəğməm olub dəniz eylədim. Dönüb nəğməm olub dəniz elə bil. 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 Çox sağ olun, çox var olun. Çox böyük təşəkkürümü bildirirəm. Sağ ol Ateş. Çox sağ olun, təşəkkür edirəm. Səadət xanım, təşəkkür edirəm. Çox hörmətli bizim qudusumuz, qardaşımız Ateş bəy, sizə təşəkkür edirəm. Ateş bəy, elə oradasan, bir damcı da səs ver, zəhmət olmasa Ateş. Təşəkkür edirəm əlbəyinizə. Səsimiz toylardan gəlsin, laçırla. Böyük hörmətlə, Ateş xanım, mən sizləri bir daha təbrik edirəm. Üzünüzdən, gözünüzdən, dodağınızdan sevinç, təbəssüm eksik olmasın. Bugün bu gözəl məkanda birləşən əlləriniz, qəbləriniz heç zaman ayrılmasın. Dost olasınız Aytaç xanım, Məhəmməd bəylə. Dost olsanız bütün çətinliklərə inşallah qalib gələcəksiniz. Və evə girəndə, həyətə girəndə, belə deyək, bloka girəndə həmişə gözünüz bir-birinizə axtarsın. Can deyib, can eşidin. Xoşbəxt olun, təbrik edir sizləri. Və bu təbriklərə qoşulan, ilk xeyir da vermək istəyən gözəl bir insanlar var ki, dostlar. Bu da səbəbkarlarımızın və bizlərin ağsaqqalları, dağı bilçəkləridir. Mən fürsətdən istifadə edib elimizin, obamızın ağsaqqallarını, ağ bilçəklərinin hər birisini bu məclisimizdə salamlayıram, təbrik edirəm. Elimizin, obamızın dəyərli insanları, ağsaqqallar, ağ bilçəklər, dəyərli, gözəl babalar, nənələr, gözünüz aydın olsun. Gözü dolu görəsiniz, nəvə, nəticə,
köçüşə toyu görmək inşallah qismət olsun. Sizlərə möhkəm can sağlığı arz edərək bugün Məmmədovlar ailəsində bir böyük kimi, bir ağsaqqal kimi uzun illərdir tanıdığım gözəl bir ata, gözəl bir baba, gözəl bir dost, gözəl bir insan. Mən böyük hörmətlə Kamil dayını, Kamil babanı mənsimizdə salamlayıram. Təbrik edirəm, göz aydınlığı verirəm Kamil dayı, Kamil baba. Gözünüz aydın olsun. Səltənət nənə dünyasını dəyişib, Allah rəhmət edəsin deyirəm. Sədullah baba Ruqiyyət nənə dünyasını dəyişib, Allah rəhmət edəsin deyərək. Mən bugün nəvət oyunda ilk xeyirdanı istədik ki, Kamil babamızdan alaq. Zəhmət olmasa Kamil dayı, Kamil baba, bu gözəl anası dəvət edirik. Kamil babanın səhhətində biraz narahatçılıq var. Allah şəfa versin, inşallah yaxşı olar. Hər şey gözəl olar. Allah möhkəm can sağlığı versin arzuyla. Sizlərdən gözəl bir xeyirda istədik. Bugün Aytaç xanımın Məhəmməd Əli bəyin şərəfinə. Zəhmət olmasa babamız Kamil dayı, nə gözəl gün, nə gözəl an. Mən sizləri salamlayıram Kamil dayı. Zəhmət olmasa buyurun, bu mərkəzə gəlin, baba ortaya gəlin. Xoş görüşdük. Axşamın xeyir olsun. Təbrik edirəm sizi. Öz adımdan, ailəmiz adından sizləri təbrik edirəm. Elimiz, obamız adından sizləri təbrik edirik. Elimizdə, obamızda ağsaqqallar, ağbirçəklərin Allah canını sağ eləsin. Sizin kimi dəyərli insanlara Allah, mən bir daha arz edirəm, möhkəm can sağlığı versin. Bugün nəvət oyudur. Nəvət oyunda göz aydınlığı verərək sizə arz edirik ki, nəticə kötüşdə toyu görəsən inşallah. Biz biraz müddət idi görüşə bilmirdik. Amma həmişə narahat idim ki, görüşə bilmirdik. Toyların yaraşığısan, toyların belə deyək, yiyib içən oğlanlarındansan. Maşallah, Allah can sağlığı versin, Allah ömür versin. İndi də bu günləri biraz eləmək olar, elə deyilmi? Nəvət toyudur, nəticə toyudur. Allah mübarək eləsin, gözünüz aydın olsun deyirik. Və mən sizləri gözəl bir şeirlə, gözəl bir sözlərlə təbrik eləmək istəyirəm. Aytaç xanım, təbrik edir bizim babamız. Sizi təbrik edir, sizin də babanız təbrik edir. Deyək Kamil dayı, ömrümün baharını pay vermişəm, oğlum üçün, qızım üçün. Payızını, qış çağını saxlamışam özüm üçün. Ömrümü əritmişəm, neçə ömür əvəzi, alışmışam, od olmuşam, közərmişəm, köz olmuşam, bax, çevrilmişəm kömürə mən. Kamil dayı, həyat yolum dərə keçib dağ açıbdı. Bu dünyanın işinə bax, a dostlar, 50 yaşım, 60 yaşım, 80 yaşım tam olmamış, karvan gəlib açırıma yetişibdir. Ay Kamil dayı, bir bədənə bəs eləmir iki qılça, gedib əsə almalıyam. Qocalığın tufanına tab gətirib dözmək üçün 3 qılçalı olmalıyam. Zəifləmiş gözlərimə indi eynək taxmalıyam. Bax, bu dağlara, övladlara, nəvələrə, dərələrə, şüşələrin arxasından baxmalıyam. Dəhşətə bax, ömrümün baharını pay vermişəm oğlum üçün, qızım üçün. Payızını, qış çağını saxlamışam özüm üçün. Payızın, qışın mübarək olsun. Allah can sağlığı versin. Buyurun. Çox sağ olun Azər müəllim mənə söz verdiyiniz üçün. Sizə öz minnətdarlığımı bildirirəm. Mən də nəvəmə gözəl günlər, xoş bir həyvan həyatda arzulayıram. Hər iki ailəyə göz aydınlığı verirəm, xeyir işiniz mübarək olsun deyirəm. Arzum odur ki, bu iki ailənin qohumluğu daimi və əbədi olsun. Allah bir daha xoşbəxt eləsin, bəxt versin. Oğlu, uşaqlı, başqa nə deyim, xoşbəxt olsunlar. Bu qədər. Aminlər olsun, çox sağ olun. Allah can sağlığı versin və ansambl. Babalar, nənələr şərəfinə gəlir. Buyurun. Eşq olsun sizlərə. Gözünüz aydın olsun.
Sen nazlı yarsan dağlar kızı, dağlar kızı. Gel dağların küleği, çemenlerin çiçeği, elimizin bezeyi, dağlar kızı, dağlar kızı. Gel dağların küleği, çemenlerin çiçeği, elimizin bezeyi, dağlar kızı, dağlar kızı. Sağ olun, çok sağ olun. Teşekkür ederim. Sağ ol Kamil dayı, teşekkür ederim bir daha. Allah can sağlığı versin. Nəvə nəticə köçə toyu görəsən, deyir Kamil dayı. Armudun ola qaxlayasan, yığıb səbətə saxlayasan. Oğlun qızın öz yeri var, bax, nəvən ola saxlayasan. Nəvə nəçə toyu görəsiniz. Sizlərə gözəl bir isayət arz edirəm. Gözünüz aydın olsun dostlar. Bugün təbii ki bizim babalarımızdan, nənələrimizdən sonra səbəbkarlarımıza xeyir dua verəcək gözəl bir insanlar var ki, o insanlar da səbəbkarlarımızın valideynləridir. Ben bu möhtəşəm məclisimizdə çox böyük hürmətlə bizim səbəbkarlarımızın valideynlərini salamlayıram, təbrik edirəm, göz aydınlığı verirəm. Gənc bir ailədir, gənc bir evdir, gənc bir ocaqdır. Bu ocağı təbrik edirəm. Mən böyük hürmətlə bugün qızımızın atası Fikrət bəyi salamlayıram, qız anası Məlahət xanımı salamlayıram. Bəyimizin valideynlərini salamlayıram, Xıdır bəyi, Pəri xanımı salamlayıram. Fürsətdən istifadə edib mən bəy evindən gələn, oğlan evindən gələn, Bakıdan təşrif buyuran yeni qohumlara, qohumluğumuz mübarək olsun deyərək xoş gəldiniz deyirəm. Təbrik edirəm, xoş gəlmişsiniz elimiz obamıza. Toylar diyarı Balakənimizdə həmişə bax beləcə gözəl günlərə gəlmək inşallah qismətiniz olsun. Arşırla Fikrət bəy, Məlahət xanım, zəhmət olmazsa artıq Fikrət bəy mənim sağımdadır. Məlahət xanım, buyurun bu gözəl anımızla. Bəyimizin valideynləri Xıdır bəy, Pəri xanım, dağ çeşməsi kimi saf olan, təmiz olan bir arzuları, gözəl bir xeyirdaları sizlərdən eşitmək daha da yerinə düşərdi. Akşamınız xeyir olsun, xoş görüşdük, gözünüz aydın olsun. Çox hürmətli bəy atası, bəy anası, xoş gəlmişsiniz, qədəmləriniz mübarək olsun. Bugün dəyərli dostlar, dəyərli məclis iştirakçıları, hər iki ailənin toy günüdür, şah günüdür. Bu toy günü münasibəti ilə, bu şah günü münasibəti ilə mən toyun aparıcı olaraq hər birimiz adından, elimiz, obamız adından, burada oturan insanlar adından sizlərin hər birinizə gözünüz aydın olsun, gözü dolu görəsiniz. Allah mübarək eləsin. Qızınız getdiyi evdə, getdiyi ocaqda xoşbəxt qarıyıb, xoşbəxt yarıyanlardan olsun deyirik. Çox hürmətli bəy atası, bəy anası evinizə gəlin gəlir. Ayağı səyalı, ruzili, bərəkətli olsun. Gəldiyi bu andan sizin evə xoşbəxtlik gətirən xanımlardan, gəlinlərdən olsun deyirəm. Çox hürmətli bəy anası, sizlə qızımız arasında, Aytaç xanımın arasında qaynana gəlin yox, ana, bala məhəbbət arzu edirəm inşallah. Gözü dolu görəsiniz. Belə toylarımız olanda təbii ki, hər iki tərəf sevinir. Belə ki, sevinirlər ki, oğul evləndirən bu toylarımızda qız qazanır, qız köçürən oğul qazanır. Allah hər iki tərəfə xeyir versin. Gözünüz aydın olsun Fikrət bəy. Buyurun. Xoşbəxt olsunlar, ürəkləri sən kimi yaşasınlar. Sağ ol. Allah xoşbəxt eləsin. Nə arzu murazın var, murazına çatdıram. Allah xoşbəxt eləsin, yar-yandan olsunlar. Xoşbəxt olsunlar. Çox sağ olun, hər birinizə təşəkkür edirəm. Dəyərli dostlar, gəlin bir alqışlayaq. Valideynlərin xeyirudasını alqışlayaq. Valideynlərimizi alqışlayaq. Bəy evindən gələn. Baba mənim artıq solum. Eşq olsun. Gözünüz aydın olsun. Mübarək olsun. Buyurun. Hoş gelmişsin ay buna, ay buna, ay buna. Her işine çok şarap, ay buna, ay buna. Sen kapına girene, ay buna, ay buna. Elbin ferahla dolu, ay buna, ay buna. Sen öyleyse mezeysen, ay buna. Bir buna ulaşaysan, ay buna. Kudam, ay buna, mehriban buna. El aziz adam, kudam, ay buna. Mehriban buna, el aziz adam. Severiz
Çok sağ olun. Teşekkür ederim. Sağ olun. Çox sağ olun, təşəkkür edirəm Fikrət bəy, tələsmə. Mən sizi bir daha təbrik edirəm. Meydanı boşaldın dəyərli insanlar. Qızımıza, gəlinimizə yol verin, əyləşsin. Mən sizi bir daha təbrik edirəm. Can sağlığı arz edirəm ilk öncə. Ağsaqqal başda olmaqla. Evinizdə, ailənizdə həmişə bax beləcə gözəl günlər olsun. Çünki bugün müəyyən mənada biraz təbriklərin qısa oldu. Mən inanıram ki, çünki bizim milli mənəvi dəyərlərimiz var ki, qız atası olaraq mən sizə bəy atası olaraq bu gözəl məkanda bəy atası olaraq evinizə gəlin gətirən bir ata olaraq sizə o günləri görmək arzusuyla və bugün bu tarixdə sizin evdə, sizin ailədə bu ansamblı və toyun aparıcısı olaraq məni seçdiyinizə görə sizə təşəkkür edirəm. Seçiminiz düzgündür, musiqi aləmi öz yerindədir, aparıcı da inşallah Allahın izni ilə öz yerində olacaq. Sizin bütün arzularınızı bu toyumuzda yerinə yetirməyə biz hazırıq. Təşəkkür edirəm, gözün aydın olsun. Və demək istəyirəm ki, xalqımızın gözəl şairi Xəlil Rıza Ulutürk şeirlərinin birində yazırdı ki, xoş gəlmişsiniz bu gözəl məclisə. Nə ola, bu məclisdən hər könülə bir pay düşər. Arzu edirəm ki, sizin bu toy sevincinizdən hər birimizin evinə, hər birimizin ailəsinə bir toy payı düşsün. Oğul evləndirək, gəlin gətirək, qız köçürək arzuyla sizlərə bir daha gözünüz aydın olsun deyirik. Təbrik edirəm. Gözü dolu görəsiniz inşallah. Və bugün təbii ki, əlbəttə, dəyərli dostlar, xanımlar və cənablar, bizim valideynlərimizlə bərabər bu xoş günümüzdə sevinən, fərəhlənən, bizim səbəbkarlarımızın ən yaxınları, ən doğmalar olan qardaş və bacılarımızı məclisimizdə salamlayıram. Xoş görüşlük deyirik, təbrik edirəm, xoş gəlmişsiniz deyirik. Təbii ki, bugün Aytaç xanımın saadətinə, xoşbəxtliyinə bir qardaş məhəbbəti, bir qardaş sevgisi qovuşur. Mən böyük hörmətlə, böyük məmnuniyyətlə Nurəddin bəyi salamlayıram, təbrik edirəm, göz aydınlığı verirəm. Gözünüz aydın olsun Nurəddin bəy. Xoş görüşlük deyirik. Təbrik edirəm, Allah mübarək eləsin. Gün o gün olsun bu ocaqda, bu ailədə sənin şəninə, sənin şərəfinə gözəl bir toy mağarı qırılsın, gözəl bir toy olsun inşallah. Sən dəyərli dostsan, dəyərli gənclərimizdənsən. Mən böyük hörmətlə bəyimizin qardaş və bacılarını salamlayıram, təbrik edirəm. Ramilə xanımı salamlayıram, Cahan xanımı salamlayıram. Göz aydınlığı verirəm, istədi ki, İştirak edirlərsə, zəhmət olmasa bizlərə yaxınlaşıb bu gözəl günümüzdə səbəbkarlarımızın şərəfinə gözəl bir xeyirdalar versinlər. Deyir ki, ay Nurəddin bəy, ay bizim Aytaç xanım, siz məni axtarın söz lazım olsa, versin gözlərini göz lazım olsa, qardaşa zərrəcə köz lazım olsa, alışar bacılar, yanar bacılar, qardaş kişmiş kimidir, cibə düşmüş kimidir. Qardaşı olmayanlara əzlərin bu eldən obadan küsmüş kimidir. Eşq olsun bizim qardaş bacılarımıza, subaylar üçün olsun deyir Nurəddin bəy. Buyurun. Mən bacıma xoşbaxtlıq arzulayıram. Allah xoşbaxt eləsin, xoş gəlmisiniz. Valideynlərimizin gözü aydın olsun. Təbrik edirəm qardaşımı, gözəl Aytacımı. Xoşbəxt olsunlar, ömür boyu, ürəklərindəki arzulara çatsın inşallah. Xoşbəxt olsunlar. Çox sağ olun dəyərli xanımlarımız, gözünüz aydın olsun və verilən məlumata görə bizim qardaşımızın Nurəddin bəyin Aytaç xanıma gözəl bir hədiyyəsi var. Çox sağ olun. Ansambl, verin gəlsin. Qardaş bacıların şərəfinə gəlin. Eşq olsun gözəl.
Sona vurdum göle düştüm, adım dile düştü. Sona vurdum göle düştü, adım dilden dile düştü. Mecnun olup çöle düştü, aldı canım kara gözler. Mecnun olup çöle düştü, aldı canım kara gözler. Kara gözler, kara gözler, yaşı kara, kara gözler. Kara gözler, kara gözler, yaşı kara, kara gözler. Aldı başımdan eklimi, sende olan kara gözler. Aldı başımdan eklimi, sende olan kara gözler. Hey! Kardeş mantısı gelir. Gelsin kardeş mantısı. Ay maşallah, eşk olsun. Sen, başımın tacı kardeş, sen, gözümün nuru kardeş, sen, kalbimin odu kardeş, kardeş, gözümün nuru kardeş, sen, başımın tacı kardeş, sen, gözümün nuru kardeş, sen, kalbimin odu kardeş, kardeş, gözümün nuru kardeş. Kardeş seni bəxşədən Tanrıya qurban olum. Kardeş bacı söyleyen diline qurban olum. Kardeş seni bəxşədən Tanrıya qurban olum. Kardeş bacı söyleyen diline qurban olum. Atana direyim, sevgili direyim, sen ömrüme işıksan boyuna qurban olum. Nasıl bir sayınam, damarımda kanınam, damarımda kanarsın, gönül nasıl başına. Nasıl bir sayınam, damarımda kanınam, koruyucu meleğim, senin nasıl bacına. Sen, başımın tacı kardeş, sen, gözümün nuru kardeş, sen, kalbimin odu kardeş, kardeş, kalbimin odu. Sen, başımın tacı kardeş, sen, gözümün nuru kardeş, sen, kalbimin odu kardeş, kardeş, kalbimin odu kardeş. Be be, ay maşallah. Soyudur kardeşimin, odu tacı başımın. Ne güzel güllü bugün atır sıvaydır taşını. Soyudur kardeşimin, odu tacı başımın. Ne güzel güllü bugün atır sıvaydır taşını. Hey, hey, ay maşallah, eş dostum. El çalır reks eleyin, hoş arzular dileyin. Amınız tebrik eden toyudur kardeşim. En yana ses aldı bu toy, yüreğlerde kaldı bu toy. Her yana ses aldı bu toy, yüreğlerde kaldı bu toy. Toyudur kardeşimin, odu tacı başımın. Ne güzel güllü bugün atır sıvaydır taşının. Toyudur kardeşimin, odu tacı başımın. Ne güzel güllü bugün atır sıvaydır taşının. Ve
xoşum gəlir, o yandan maşın gəlir, maşından xoşum gəlir, maşını bir bəhanə, sürəndən xoşum gəlir, maşını bir bəhanədir, sürəndən xoşum gəlir. Oba! As! Hep! Hop! Sarışınım, ne güzel yaratıp yaradım seni. Sarışınım, başına gözüne olmuşam heyran. Güneşin rengi var sende, günlerin rengi var sende. Ha sende güzel sende, sarışınım. Güneşin rengi var sende, günlerin rengi var sende. Ha sende güzel sende, sarışınım. Süper! Hüsam süper! Karada bakılarak olsa, rekayda çakırarak olsa, ortamda sakılarak olsa, sakal giyotularak olsa. Karada bakılarak olsa, rekayda çakırarak olsa, ortamda sakılarak olsa, sakal giyotularak olsa. Oh baba baba baba, hadi bir kudu. Oh baba baba baba, şu harap karandara. Oh baba baba baba, hadi bir kudu. Oh baba baba baba, şu harap karandara. Oba! Assa! Sağ olun. Sağ olun. Çok sağ olun. Teşekkür ederim. Çok sağ olun. Teşekkür ederim Bey Beysen. Nurettin Bey başta olmakla. Gözünüz aydın olsun. Subaylar için olsun inşallah. Toyumuz mübarək olsun. Bir daha arz edirik ki bu ocaqda Fikrət Bey, Nurettin övladınızın da oğlunuzun şəninə bax beləcə gözəl toylar olsun. Toy olsun arzular.